Stresə düşdükdə daha çox insan öz-özünə kömək eləməyi bacarsa, bu çox mükəmməl bir şeydir. Sözsüz ki, siz söyləyə bilərsiniz ki, yəni nə üçün məhz psixoloq bu kəlməni işlədir? Ona görə ki, hər bir psixoloq üçün insanın özünün daxili gücünün olması ən müsbət bir şeydir. Onsuz da psixoloqların da çalışdığı konsultasiyalarda məhz budur. Bildiyiniz kimi psixoloji konsultasiyanın məqsədi sadəcə insanı konsultasiya eləmək, sadəcə insanı yönəltmək deyil. Eyni zamanda insanı maarifləndirməkdir ki, növbəti dəfə insan yenə də psixoloji stresslə qarşılaşarkən məhz özünü müdafiə eləməyi bacarsın. İlk müraciət olunanlar sözsüz ki, yəni psixoloqlardır. Nə üçün? Əgər stres amili yada düşürsə, daha çox psixoloq yada düşür. Ona görə ki, psixoloji stres hələ ki bir xəstəlik sayılmadığından, daha çox norma, yəni insanlarda təsadüf olunduğu üçün psixoloqlara müraciət edirlər. Və psixoloqlar demək olar ki, 1 ay, 2 ay ərzində, yəni 8-16 seans arasında insanla məşğul olduqdan sonra psixoloji stressdə bir azalma baş verir. Bir azalma faktı yaşayırlar ki, bu da çox müsbət təsir edir insanın həm ab-havasına, həm enerjisinə, həm əhval-ruhiyyəsinə, həm iş fəaliyyətinə, həm ailə daxili ünsiyyətinə. Yəni, bu baxımdan ilk müraciət olunan psixoloq olmalıdır. Və daha sonra əgər psixoloji stress həddindən artıq çox ağır bir forma alsa, psixoloji stressin gətirdiyi artıq somatik problemlər yarandığı an və bu davamlı sürətdə demək irəlilədikdə deyək ki, bir psixiatra və yaxud da bir nevropatoloqa müraciət eləməyi düşünmək mümkündür. Amma bu müəyyən ağırlaşmalar olduqda, yəni psixoloqla pasiyentin qarşılıqlı fikir mübadiləsindən sonra yönəltmə şəraitində müraciət eləyə bilərlər. Və belə bir üsul da var, dünya ölkələrində çox istifadə olunur. İnsanlar üçün qrup terapiyası deyilən bir metod var. Əgər insanlar psixoloji stres içərisində olursa, ünsiyyət çətinlikləri yaşayırsa, demək olar ki, öz daxillərini ifadə edə bilmirlərsə, yəni 8-9 nəfərdən ibarət olan qrup terapiyalarında iştirak edirlər. Yəni orada məqsəd nədir? İnsanın psixoloji stresini azaltmaq, gərginlikdən çıxartmaq. Hansı metodikalardan istifadə edirlər? Daha çox psixoloji oyun. Hədəf isə nədir? İnsan daha da rahatlaşsın, fikrini daha səmimi ifadə edə bilsin. Heç bir yerdə tapmadığı rahatlığı məhz orada tapa bilsin. Sözsüz ki, bu qrup terapiyası dedikdə burada konkret fərdə müraciətdən söhbət getmir. Burada konkret olaraq bir prosedura və bir qrupa müraciətdən söhbət gedir. Amma bir faktı qeyd edim ki, çox effektiv metoddur. Demək olar ki, bu tip problemlərdən çıxmaq üçün çox əlverişli bir üsuldur.